Salam, hər vaxtınız xeyirli uğurlu olsun əziz və dəyərli xanımlar. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəs salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Bilirəm deyəcəksiniz haralardasan. Biraz yenə də bu aralar başım biraz qarışıq idi. Buna da səbəb baldızım, geçen vloglarda da qeyd etmişdim. Baldızımın oğlunun xeyir işidir, ona hazırlıq edirik, yəni ona hazırlaşırıq. Yəni əsas səbəb budur vlog paylaşmamaqda və səbəblərdən biri də ki, Fuad bir həftə olar ki bizdə idi, nəvəm Fuad. Ona görə də Fuad da bizdə olanda mən ümumiyyətlə çəkiliş bilirsiniz etmirəm, elə bütün yəni fikrimi yönəldirəm ona, onunla məşğul oluram. Ona görə də yəni yadıma düşmür vlog çəkmək, yəni nəsə paylaşmaq. Ona görə də elə yəni səbəblərini açıqlayıram ki, sizə biləsiniz ki, niyə görə vlog paylaşmırdım. Və dediyim kimi əsas səbəb də belə toya hazırlaşmağımızdır. Baldızımla çıxırdıq, mağazaları gəzirdik, həm o özü üçün toy paltar axtarırdı. Mən də özüm üçün geyim axtarırdım, həm də qarşıda xına yaxınlaşırdı, həm xınaya, həm toya. Geyimlər axtarırdıq, həm də ki xonçalıqdır, baldızın bir şeylər, yəni çatışmayanları alırdı. Yəni belə bir neçə gün elə mağazaları gəzirdik. Elə bu çəkilişi də həmən günlərdən birini çəkmişəm. Daha öncəki günlər də gəzmişdik, onda çəkiliş etməmişdim. Onda yəni xına üçün geyimlər almışdıq, amma burada da bu çıxmışıq baldızım üçün artıq toy geyimi almağa. Kiraya getdik öncə, amma kirayədə də bəyənmədi baldızım oradakı paltarları, heç düzü heç mən də bəyənmədim. Hamısı standart, daşqaşlı. Baldızım da elə də istəmədi ki, abartılı bir geyim olsun. O da sadəliyi sevən bir insandır. Ona görə də yəni istədi ki, sadə bir geyim olsun. Öz oğlunun toyu olsa da dedi ki, istəyirəm sadə geyim olsun. Bayaq da dediyim kimi xına üçün artıq geyim almışdıq, yəni daha öncəki günlərdə. Burada isə çıxmışıq toy üçün almağa, toy geyimi almağa. Baldızım da dedi ki, gəl öncə gedək Zabratda mağazaları gəzək, bəlkə oradan taparıq, yəni biz Zabratda qalırıq. Və gəldik Zabratdakı bu Fidan moda evinə, dedik öncə bura baxaq. Və burada da bu paltarı çox bəyəndi. Bir neçə paltar giyindi. Onlar gözəl olsa da tam ürəyicə olmadı. Yəni o istədiyi kimi değildi. Amma bu paltar çox gözəl yaraşdı ona və bunu aldı. Belə sadə görsənsə də əynində həqiqətən də çox şık, çox gözəl qaldı bu paltar ona. Yəni tam hər insanın öz bədəninin quruluşuna yarışan bir geyim var. Bu da ona çox gözəl yaraşdı həqiqətən. Yəni bundan öncə Əhmədliyə getmişdik. Orada da mağazalarda çox gözəl geyimlər gördük, bəyəndik də demək olar. Amma bayaq da dediyim kimi baldızım dedi ki, nəsə sadə bir şey istəmirəm, çox abartılı olsun, nəsə gözümü yorub o daşqaşlı geyimlər, hamı eyni daşqaşlı geyinir, istəyirəm sadə kim görünsün, həm də eyni zamanda da şık görünsün. Doğrudan da elə də göründü. İndi yəni qismət olarsa toyda o geyimi də əynində çəkib göstərərəm sizə. Bir sözlə buradan geyimi də seçdik, aldıq və çıxdıq. Daha sonra yollandıq. Zabratda yeni AVM açılmışdı. Zabrat AVM. Oraya yollandıq, amma orada çəkiliş etmədim. Nəsə çəkiliş edəndə fikrim dağınıq olur. Elə istəyirdim ki, gəzim, doya baxım hər şey. Ona görə də telefonu söndürdüm, qoydum çantaya və belə çəkiliş etmədən alışverişimizi davam etdik. Və yəni mən həmən günü heç bir şey yəni almaq niyyətində değildim. Çünki alacağımı almışdım artıq. Və yəni baldızım üçün çıxmışdım, onun yanında, yəni yoldaşlıq edirdim bir sözlə. Amma belə yenə də gözüb görən bir-iki şey aldım, dözmədim. Bilirsiniz, mən ən çox alışverişi Temu'dan edirəm. Trendyol və Temu'dan alışveriş etdiyim üçün, yəni evdə hər şeyi
İstəyir əşya olsun, istəyir geyim olsun, hər bir şeyi Temudan, Trendyoldan alıram. Ona görə də yəni artıq mağazalardan çox nadir hallarda nə isə alıram. Amma belə rastıma çıxanda ehtiyac varsa, ucuzdursa, münasibdirsə alıram təbii ki. Və belə biraz da bir-iki belə xırda alış-veriş etdim. Nələr almışam onu göstərirəm. Belə torf aldım güllər üçün. Daha sonra belə xaladenik içliyi aldım. Bunu bir dəfə almışdım. İzləyicilərim çox soruşmuşdu. Belə sadə ağ soyuducu içliyi hardan almısınız? Zabratdan almışam. Bilmirəm, başqa manatlıq dükanlarda var, yoxdur, bilmirəm, amma artıq ikinci dəfə də eyni yerdən alıram bu soyuducu içlikdən. İçində 4 ədəd olur. Dəqiq desəm harda yerləşir? Zabratda Zabrat bir qəsəbəsi ucuzluqla üzbəüz belə manatlıq dükan var. Oradan almışam. Yəni oralara yaxın yaşayan varsa, yəqin ki, bilər haranı deyirəm. Və bu asılqanları da Ayxan Marketdən götürdüm. 5 ədədi 25 qəpiyə satılır. Bu deyəsiz ki, nazikdir, amma buna mən uşaqların maykaları, köynəklərini falan yüngül tək-tək ütüləyib, yəni asanda rahat olur da. Ona görə alıram o köynəklər, futbolkalar asmaq üçün. Daha sonra belə bir dənə bıçaq aldım. O da 1 manat 10 qəpiyə idi. Və belə bir saxlama qabı aldım soyuducu üçün, içinə nəsə göyərti falan belə şeylər yığmaq üçün. Daha sonra oradan da AVM dediyim kimi yeni AVM açılmışdı. Zabratda orada girdik ki, görə yəni girməmişdik. Ora açılandan ilk dəfə idi gedirdik. Bu arada saxlama qabında 2 manat 40 neçə qəpiyə almışdım. Zabrat AVM-də də çox böyük deyil, balacadır, amma qiymətlər bizi qane elədi. Baldızım da hətta dedi ki, qiymətlər yaxşıdır, münasibdir. Yəni gəlib oradan alış-veriş etmək olar. Və belə bir balaca bir bölmədə nə deyirlər buna, qab-qacaq bölməsi var idi. Oradan da bunu aldım. Bunu yadınızdadırsa, çoxdan bir dəfə bunun yumrusu var məndə. Demişdim kvadratında istəyirəm. Elə rastıma çıxdı, aldım. Bu qat-qat salatları falan hazırlamaq üçün, belə tort falan hazırlayanda ehtiyac olur bu alətə. Ümumiyyətcə belə xoşlayıram ki, evdə, əsasda mətbəxdə əlimin altında hər bir şey olsun. Ona görə də ehtiyac olanları alıb atıram və əlimə atanda istədiyimi tapa bilirəm evdə. Və belə qızlar, bir də belə bir saç boyası aldım özümə. Bunu ilk dəfə də alıram. Marjinaldır saç boyasının adı. 4 manat 50 qəpiyə aldım, səhv etmirəmsə. Deyil, eşitdiyimə görə çox yaxşı ağları boyayır. Yəni mənim saçım elədir ki, hər saç boyası saçlarımın ağını tutmur da, tam tutmur, amma bu boyanı bəyəndim. Və belə bir balaca bir ətir də aldım ki, yoldaşım maşına atsın. Bəzən unudur evdə ətir vurub çıxmağa. Yəni bilsin ki, ən azından maşında var. Həmişə onun üçün belə balaca ətirlər alıram, atıram, maşında olur. Bu da narkotika çox xoşlayır. Ona görə balaca az milliqram olanını götürdüm. Bunu iyi, mənə də xoş gəlir. Ucuzdur, 1 manat 10 qəpiyə idi, amma iyi, çox yaxşıdır. Xoşum gəlir bu narkotika ətirindən. Və belə alacaqlarım bu qədər idi qızlar. Və həmən gündən, yəni çəkdiklərim də bu qədər idi. Və bu isə növbəti gündən olan çəkilişdir. Burada gəlmişik bacıgilə, primerkaya, toy üçün, yəni baldızımın oğlunun toyu üçün paltarı bacım tikir mənə. Və burada artıq primerkaya gəlmişik. Və dediyim kimi Fuad, burada görürsünüz, Fuad da buradadır. Fuad bizdə olan günlər çəkiliş etməmişdim, amma o arada artıq gəlmişdim bacıgilə, yəni baldızımla alış-veriş etdiyim gündən bir gün sonra gəldim ki, onunla məsləhətləşim. Çünki baldızımla gedəndə toy üçün paltar axtardım, istədiyim paltar tapa bilmədim. Yəni ya çox istədiklərim ya çox baha idi, ya nəsə xoşuma gəlmirdi. Bir sözlə burada da bacımı görürsünüz. Bir sözlə
istədiyimi tapa bilmədim və belə qərara gəlmişdim ki, gedim bacı ilə məsləhətləşim, görüm nə qədər ölçü götürsün, nə qədər paltar. Burada da çay dəstgahı açmışdı bizə, sağ olsun. Yemək təklif elədi, istəmədik, dedi heç olmaya çay için. Allah süfrələrini bol bərəkət eləsin. Çox gözəl belə çay dəstgahı açdı bizə, çayımızı da içdik. Hə, bir sözlə qızlar, birini qoyub birini danışıram. Bir sözlə gəldim ki, bacı ilə məsləhətləşim ki, nə qədər mənə parça lazımdır, nə materialı alım, necə bir parça alım. Tikim dedi ki, parçaya da ehtiyacı yoxdur, ev dolu parçadır, gəl görsədim, istədiyim parçanı seçək, sənə paltar tikim və belə göstərdi, seçim etdi. Daha doğrusu indi hətta burada biraz ağladıq da, səbəbini deyəcəm niyə. Həmən bu gördüyünüz parçaları, bu arada artıq burada primerkasına gəlmişəm deyə burada tikib, yəni primerkaya hazır edib, belə sadə qara bir don istədim olsun. Belində də ip olacaq. Belə. Hə, bu niyə görə ağladıq, onu deyim sizə. Həmən bu gördüyünüz parçaların hamısını bir neçə il öncə anam üçün bacım almışdı ki, onun üçün paltarlar tiksin və o ərəfələrdə də anam xəstə oldu, yatağa düşdü. Nəysə qismət olmadı ona geyinmək və o parçalardan istifadə etməyə əli gəlmirdi də bacımın, yəni kiməsə klientlərə tikməyə, eləməyə, nəysə ürəyinə də qalmışdı ki, anam giyinə bilmədi, heç kimə, yəni ona qismət olmadı, elə də qalmışdı parçalar bir sözlə. Və belə dedi ki, yəni mamanın parçaları var, yəni ürəyivə pis gəlmərsə, gəl sənə tikək onu, mən də rahat olaram, sevinərəm ki, yəni ən azından ona qismət olmadısa da sənə qismət olsun. O mamanın əvəzinə giyindi o parçalar, ürəyimdə qalmasın. Biraz da ağladıq orada, duyğulandıq. Həqiqətən də nəsə belə göz yaşı içində bacım şey elədi, qucaqlaşdıq, biraz ağladıq, nəysə yada düşdü. Yenə də yaramız yeniləndi, belə deyək. Nəysə ki, hoşum. Həmən parçaları bacım dedi, ikisini seçdik, dedik ki, bunları tikərsən mənə, belə bir yaşıl, bəyək gördüyünüz kimi, bir də qara rəngini, amma yenə də parçalar var idi, dedi, onları da sənə tikəcəm, giyinərsən, orada yəni qalmaqdansa mənə xoş olar ki, sənin üçün tikim onu, sən giyinəsən də. Bir sözlə ikisini artıq primerka elədi mənə. Qalan parçalarda dedi ki, daha sonra inşallah tikəcəm. Onları da arada, yəni müştəriləri çox olur, maşallah. Dedi, araya salıb onları da sənin üçün tikəcəm bir sözlə. Sağ olsun, Allah kömək olsun bacımın. Məni yəni həm necə deyim, qabağa atdı, geyim dərdindən azad elədi də bir sözlə. Çox fikirləşirdim ki, toya nə giyinəcəm. Sağ olsun bacım, təmənnasız, sevərək, həvəslə tikdi mənə paltarları. Və burada da bacımın oğlunu görürsünüz, vloqlarımda çox görmüsünüz onu, xalası qurban ona. Belə primerkamı da elədik, burada artıq dönürük evə. Və elə həmən gündən də çəkilişimiz burada yenə də bitdi. Bir sözlə bu vloq bir neçə günün vloqudur. Birləşdirib bir vloq əmələ gətirmişəm. Bu da növbəti gündən bir vloqdur. Növbəti gündən də yox, yəni üstündən yenə bir neçə gün keçib, artıq xına günüdür. Səhər oyanan kimi biraz ev işlərim vardı, ev işlərimi etdim. Daha sonra başladım hazırlaşmağa. Öncə saç boyamı qoydum, daha sonra üz baxımı etdim biraz. Bu yaşki arada neysə məclislər, yəni toy, nişan falan olur. Mən öz baxımı edə bilirəm, vaxt ayıra bilirəm özümə. Və belə bir üz baxımı da etdim. Daha doğrusu saç boyamı qoydum. İndi də hazırlaşıram üzümə peeling, maska falan eləyim ki, makyajdan öncə üzüm biraz təravətli olsun. Deyirəm, yaş ki bu məclislər olur, arada yenə də özümə baxım edib vaxt ayıra bilirəm. Bir sözlə belə, bu da ki, saç boyanın içindən çıxan kremdir, dedim,
Yəni saçımı yuduqdan sonra o kremi də vuraram. Və bunları da baldızım yollayıb. Bunlar nədir? Xına üçün, yəni xınada xonça aparacaqdıq da. Həmən xonçanın da şirniyyatlarını mən götürmüşdüm öhdəliyimə. Demişdim baldızıma ki, onları mən xonça onsuz da tutmalıyam. Onları mən hazırlatdıraram. Düzdür, baldızım etiraz elədi ki, özünü xərcə salma, lazım deyil, özümüz hazırlatdıracağıq. Amma mən sonra şey elədim ki, israrla dedim ki, yəni bunlar mənlikdir də, yəni eləmə, yəni birdən gedib məndən də xəbərsiz eləyərsiniz, mən də eləyərəm. İkili xərc çıxmasın. Yəni bilin ki, bunlar mənlikdir və sifariş etdim. Bir tanış qız var ona, çox gözəl əl qabiliyyəti var və belə. O da hazırladı, sağ olsun hamısını və videosunu da çəkib atdı. Onu da yerləşdirdim bu vloqa. Yəni bu adət də bilirsiniz, yaxınlara gedəndə xonça ilə gedilməlidir. Mən də belə istədim ki, bizdən də bir şeylər olsun, gücümüz çatanı. Belə və həmən xanım da hazırladı, sağ olsun. Yoldaşım da bir gün öncə getdi, götürdü, apardı baldızımgilə, qarubqalarda elə. Onlar da xonçalara düzdülər və baldızım da həmən artıq qalan şirniyyatlardan bizə də pay göndərib, sağ olsun. Və belə bu da xına üçün aldığım geyimdir. Öncə istədim nəsə bir don geyinim, sonra fikirləşdim ki, yox, belə bir kostyum alım ki, daha sonra başqa günlərdə də geyinə bilim. Yəni gündəlik də geyinə bilim, harasa gedəndə qonaq falan və yaxud harasa. Ona görə də belə sadə bir şey aldım mən də. Margo butikdən aldım. Əhmədlidə yerləşir bu butik. Endirmə düşmüşdü. 45 manata idi. Bu ikili dəsti, altının koftası ilə pencək. İkisi bir yerdə 35 manata aldım. Amma 45 manat idi əvvəlki qiyməti. Və həmən butikdən belə yenə də bir kofta aldım. Bunu da çox bəyənirəm. Belə bir sadə görsənsə də əynində duruşu çox gözəldir. Aşağısından belə bir uzundur koftanın özü, amma aşağısından da belə bir bağlanan yeri var. Yəni bağlanır daha doğrusu. Əynində çox gözəl durur. Bunu da almışdım, səhv etmirəmsə 33 manata yoxsa 35 manata, qızlar yadımdan çıxıb artıq. 33 manata, bu da olub 42 manata. 33 manata aldım. Bunu da yenə də Margo butikdən aldım və bir dənə də həmən eyni o mağazadan bu şalvarı aldım. Klasik şalvar aldım belə. Bu tip şalvarları çox bəyənirəm. Aşırı çox xoşuma gəlir. Həm də yaraşır mənə belə şalvarlar. Bunu da aldım. Deyəsən qızlar, burada qiyməti yoxdur, amma 38 manata almışam. Onu da endirimdən aldım. Və həmən o şalvar bu koftayla da çox yaraşır. Həmən bayaq gördüyünüz 5 ikili dəstə, 5 kostyum, yəni pencək, ağ kofta ilə olan, o ilə də çox gözəl yaraşır. Bu pencəyimlə də çox gözəl qaldı. Öncə istədim belə qara şalvar, qara pencək, yəni xınaya da qara şalvar, qara pencək və bacım tikdiyi pridelkanı geyinim altdan. Daha sonra fikirləşdim, qapqara pis görsəndi. Pis görsənmədi, nəsə istəm, ürəyimə pis gəldi qapqara hamısı. Və belə qərara gəldim ki, qara şalvar və bu ikili dəsti geyinim. Nəsə bir sözlə bu pencəyi geyinəsi olmadım, qoydum yerinə. Və burada da həmən pridelkanı göstərirəm. Bunu bacım tikib altdan geyinmək üçün. Dedim, qara pencək, qara şalvar o ilə gözəl qalır. Əslində gözəl qalır, prosta geyinmədim nəysə. Elə qərara gəldim ki, bunları geyinim. Birazdan da görəcəksiniz, geyinməyin hazır vəziyyətində şəklimi çəkmişəm ki, tam necə deyim, kombinimi görəsiniz, necə görsənir hamısı. Belə geyindiklərim bunlardır. Xına üçün deyəsiniz sadədir, amma nəsə sadəliyi mən də çox sevirəm. Ona görə də belə sadəliyə üstünlük verdim bu dəfədə. Və ayaqqabı olaraq da əslində hündürdavan geyinə bilmirəm qızlar. Necə deyim, əvvəllər heç, yəni sizə deyim ki, ancaq hündürdavanda gəzirdim, amma indi son vaxtlar nəsə geyinə bilmirəm.
Ona görə də belə biraz bunu giyindim də, yəni bunun davanı yenə biraz balacadır. Bunu da Temu'dan almışdım. Və bir də belə baxdım ki, bəlkə bunu giyinərəm. Bunun vəhşi davanı yoxdur, amma çox rahat ayaqqabıdır. Həm də yəni o geyimimə, kombinimə yaraşırdı. Bir sözlə axırı bu ayaqqabını giyindim. Və əlavə olaraq da, aksesuar olaraq da bunları taxdım. Qızılı, hamısı qızılı aksesuarlardır. Bu dəfə bijuteri taxmadım. Dedim qızılı olsun arada. Yəni heç sevmirəm düzü qızıl taxmağı, amma belə arada məclislərdə falan taxıram yenə də. Və deməyim odur ki, aksesuar olaraq da bunları taxdım və hamısı bir yerdə pis qalmadı. Yəni yaraşdı. Yəni belə qızlar bu günə də giyinəcəyim. Yəni istədim ki, Xına vloqunda hamısını sizə dəqiqliyi ilə güya ki, detaylı çatdırmaq istəyirdim. Ona görə də belə çəkdim. Və burada tam kombinimi göstərirəm sizə. Şəkil yerləşdirdim ki, görəsiz tam necə görsənirdim. Və belə artıq hazıram. Yola düşmüşük. Xınamız da restoranda keçirilirdi. Yəni qız evi restoran danışmışdı. Badı Kübə restoranda oldu xınamız. Və mən də hazırlaşıb getdim baldızımgilə. Oradan da yollandıq restorana. Baldızımın yoldaşı apardı bizi. Təbii ki, kişilər iştirak eləmir xınada deyə onlar getmədi. Ancaq qadın yığıncağı oldu. Getdik restorana. Biz yəni öncədən gedirik, hələ heç kim gəlməyib. Yəni ki, oğlan tərəfi olaraq, oğlan tərəfindən gələn qonaqları qarşılamaq üçün ona görə biraz tez gedirik. Təbii ki, qız evindən artıq orada hər kəs ordadır və belə burada da dırnaqlarımı göstərirəm. Həmişə olduğu kimi tipsi dırnaqlar yapışdırmışam. Burada baldızının dırnaqlarını göstərirəm. Onda isə gəlini düzəldib dırnaqlarını. Çox gözəl əl qabiliyyəti var, ustadır. Yəni neçə ilin ustasıdır. Çox gözəl belə dırnaqlar düzəldib. Qaynanasına, yəni böyük gəlini, bu kiçik gəlində hansı ki xınası olacaq bu gün, o da dırnaq ustasıdır. Düzü təzələr başlayıb, amma o da yəni çox gözəl bacarır, əl qabiliyyəti var. İkisi də bir-birindən fərasətli maşallah. Və belə çatdıq artıq burada restorana. Mən də dedim elə qaqraz fürsətdir. Nə qədər ki qonaqlar gəlməyib, biraz sizin üçün də burada çəkiliş edeyim. Nə qədər ki zalda olmayıb, dekorasiyanı falan, xonçalar falan çəkim. Burada da gəlinin anası ilə qarşılayır, gəlinin anası qarşılayır bizi, görüşürük. Və keçirəm dərhal içəri və dedim, hələ düzdür. Biz gələndə 5-in yarısı falanı idi. Hələ saat yarımdan sonra başlayacaqdı məclis. Hələ ki hazırlıqlar gedir. Belə ətraflı dedim çəkim sizin üçün də bir şeylər. Xına təşkilatçıları da yaradıblar. Çox gözəl belə dekorasiya qurublar. Hər şey çox gözəl görsənirdi həqiqətən. Yəni canlı olaraq daha gözəl görsənirdi. Xonçalar da öncədən artıq gətirilib dekorasiyanın ətrafına yerləşdirilib. Həm bəy xonçaları, yəni qız evi gətirən xonçalar, həm oğlan evi gətirən xonçalar yerləşdirilib. Bilirsiniz, indi yəni əldə gətirilmir, öncədən gətirilib yığılır. Mən bildiyim qədər, yəni elə yəni əvvəldən yığılır, artıq əldə aparılmır. Çünki xonçalar çox ağır olur. Və bunlar hamısı oğlan, yəni bəy üçün hazırlanmış xonçalardır. Çox gözəl xonçalar hazırlanmışdı onlar da. Əllərinə sağlıq, hamısı öz qaydasında, yüksək səviyyədə. Digər tərəfdəki xonçalar da ki, yəni oğlan evindən gələn xonçalardır. Elə istədim ki, ətraflı detaylı çəkim sizin üçün də yəqin ki maraqlı olar. Elə çox uzatmaq da istəmirəm. Belə siz izləyin. İnşallah ki, sevərək, bəyənərək izləyərsiniz. Allah hər kəsin evinə belə toy, nişan, xına qismət eləsin. Allah hər kəsin balaları üçün qismət eləsin bu gündən.
Cəmi subaylara qismət olsun bu gündən. İçin mənim balalarım qarışıq. İnşallah ki o günləri də görərik. Belə mən də öz balalarım üçün keçirdiyim toy, nişan, xına, hər bir şeyi paylaşarım sizinlə. Allah bizim də balamızı xoşbəxt eləsin. Yəni baldızımın balası Allah xoşbəxt eləsin. Gəlinimizlə bir yerdə Allah ikisini də xoşbəxt eləsin. Çox gözəl, mehriban, səmimi, zərif bir gəlinimiz var. Allah ikisini də xoşbəxt bəxtəvər eləsin. Belə şərhi burada da yandırıram qızlar. İstəyirəm ki videonun davamını şərhsiz izləyəsiniz. Çünki həqiqətən də çox maraqlı, çox əyləncəli bir xına gecəmiz keçdi. Mən də çalışdığım qədər sizlər üçün bir şeylər çəkməyə çalışmışam. Ümid edirəm siz də bəyənərsiniz. Buyurun izləyin, sizə xoş izləmələr. Geldiğimiz gecemize neden koydu bu an? Sizlerden ucalı ve fasilesiz alkışlar gelsin. İlk önce alkışlarınız seslensin ve o alkışların sedasıyla ben gelimizi getireceğim bak bu güzel gecesine. Alkışlar gelimizi karşılıyor. Ay bravo. Şunlar bizi azaldı.
her zaman ilham eləsin. Qaynanacaq maşallah 2 gəlin var, ikisi də çox büyükcəkdir, özüm kimi. Allah xoşbəxt eləsin. İstəyirdim ki, gürültülü almışken mı? Oğlan evi görüp sessiz ne kadardı? Piyasa olmasalardı. Kızıldandı bir baksın. Ay bizim kızımızın mamasının fanatları. Bir geçen alkışlayan kız maması. Eli cibinde olsun gel. Alkışlarla ve gelinimizin başının üzerinde. Mamalar çöreği keseceler. Mamacan gel yakınlaş. Maman nasıl gelinle söhbəti var. Hə, və bismillah diye gelinimizin başının üzerinde çöreği keseceği getdiyi ocağa ruzlu bereketli geçsin diye. Mən deyirəm qaynana aparacaq. Çöreğin çok sesli. Siz kimi deyirsiniz? Beyin adı İlnur'uydu. İlnur'un maması diyenler. Ve Nurcan'ın maması diyenler. Narahat olmayın qaynana. Kız evin həmişə sesi böyle möhkəm gelir. Çoktur, hem de çoktur. Ama mama da hürmet edip ki yaxşı qışqırar sordu. Ama bulacağım oyunu öğretici iki kez. Ve bismillah diyeme inanıram ki böyle güzel kız alırsan aparırsan bu çöreğde ne var ki alacaksın mamasından. O zaman alkışlarla bismillah diyelim ve kaynanacağım. Kaynana fikrin ne olsun? Bismillah. Gerek boş kalmasın. Qaynanacığım, buyur nəməlini qoy zəhmət olmasa. Razısan mı? Razısan. Mən sən yer olsaydım
Bir dakika. Belə demək, başına dönün. Hə, və Bismillah deyəcək, xınamız hanı? Xınamızı gətirin, zəhmət olmaz. Ay maşallah, teylerin yana gelsin. Güllerin sona gelsin. Keşke bütün kızlarımıza cennetten kına gelsin inşallah. Kına cennetten olsun. Şahidin kanı Fatma'yla olsun inşallah. Her zaman yüzü duvarlı, elleri kızıl, bereketli ve en esası kınalı olsun. Behte talehi güzel olsun. Erceğlerde takacak inşallah. Nurcan, fotoğrafa bak. Bir atım olsa bitse de gelse. Babamın bir atı olsa bitse de gelse. Annemin yelkeni olsa açsa da gelsin. Annemin yelkeni olsa açsa da gelsin. Kardeşlerim yollarını bize de gelse. Kardeşlerim yollarını bize de gelse. Ayaküstü olanlar var, eğleşin.
Il attend devant cette photo dans son lit. Il n'est pas fou, il croit c'est tout. Il la voit partout, il attend debout. Mais bon, elle n'aime pas, pareil n'a rien. Il est censé le regard absent, il savait pas souvent. Il n'est pas fou,